Oruc tutmağın bədənə təsiri kimə olar, kimlərə olmaz? Əslində sağlam insan üçün düzgün qaydada tutulan oruc xəstəlik yaratmır. Amma bəzi hallarda müəyyən problemlər ortaya çıxa bilər. İlk olaraq susuzluq. Gün ərzində su qəbul edilmədiyi üçün bədəndə halsızlıq, baş ağrısı və diqqət azalması ola bilər. Xüsusilə isti havada və ya çox hərəkət edən insanlarda bu daha çox hiss edilir. İkinci məsələ qan şəkərinin düşməsi. Uzun müddət ac qalanda bəzi insanlarda titrəmə, əsəbilik, başgicəllənmə yarana bilər. Xüsusilə şəkər xəstələri üçün bu risklidir və mütləq həkim məsləhəti lazımdır. Üçüncü olaraq mədə problemləri. Uzun saatlar ac qaldıqdan sonra iftarda həddindən artıq yemək mədə yanmasına, köpə və həzm çətinliyinə səbəb ola bilər. Qastrit və ya xora problemi olanlar daha diqqətli olmalıdır. Bəzi insanlarda təzyiq dəyişiklikləri də müşahidə edilə bilər. Xüsusilə aşağı təzyiqi olanlarda halsızlıq və göz qaralması ola bilər. Amma unutmayaq ki, oruc düzgün saxlanıldıqda bədən üçün faydalı təsirlər də göstərə bilər. Həzm sistemi istirahət edir, insulin həssaslığı yaxşılaşa bilər, bədəndə yüngüllük hissi yaranır. Nəfsə nəzarət və psixoloji güc artır. Əsas məsələ budur. Əgər xroniki xəstəliyiniz, şəkər, ürək, böyrək, mədə problemi olanlar mütləq həkimlə məsləhətləşin. Oruc sağlam insan üçün bir imtahandır. Xəstə üçün isə məcburiyyət deyil. Sağlamlıq hər şeydən önəmlidir. Daha faydalı məlumatlar üçün abunə olaraq kanala keçid edə bilərsiniz.